Herkese salam. Əvvəlki videomuzda samitlər mövzusuna aid 1 saatlıq dərs videosu hazırlamışdıq. Bugün isə samitlər mövzusunda bəzi testlərin izahına baxacağıq. Kanalımızda Azərbaycan dilinə aid bütün mövzuların izahını verəcəyik və hər birinə aid test tapşırıqları nümunəsi olacaqdır. Onun üçün də kanala abunə olub videoları bəyənməyi unutmayın. Qeyd edim ki, bütün testlər mənim özüm tərəfindən tərtib olunubdur. Ona görə istənilən yerdə istifadə edə bilərsiniz, paylaşa bilərsiniz. Sadəcə olaraq istifadə etdikdə müəllif hüququna uyğun olaraq ad familiya, mənim yəni ad familiyamı qeyd etməyi unutmayın testin sonunda. İndi isə keçək testin izahına. Deməli, birinci sual. Birinci sualda qeyd edir ki, söz birləşməsinin birinci tərəfinin son samiti yazıldığı kimi tələffüz olunduğu bəndi seçin. Söz birləşməsinin birinci tərəfi hansıdır? Məsəl üçün, A variantında palıd sözü. Palıd sözü hansı samitdən bitir? D. Kərpic sözü C, B, C və D ilə. Əvvəlki videomuzda, izah etmişdik ki, sonu B, C, D, C samitləri ilə bitən sözlərə samitlə başlayan söz artırdıqda və yaxud şəkilçi artırdıqda sözün son samiti onun kar qarşılığı ilə əvəz olunur. Belə ki, A variantında necə tələffüz olunacaq? Palıd qozası kimi. Çünki palıd sözündən sonra samitlə başlayan söz gəlib. G samiti ilə başlayan söz gəlibdir. B variantına indi qayıda C ilə bitir və C-dən sonra samitlə başlayan söz gəldiyi üçün kərpic sırası deyə oxunacaq. Kərpic. Kərpic deyə oxunacaq. C variantında kitab rəfi deyə oxunacaq. D variantında rəng paleti deyə tələffüz olunacaq. Y variantında isə D samitindən sonra I ilə başlayan, yəni saitlə başlayan söz gəldiyi üçün D olduğu kimi də oxunacaq. Ümid işığı olaraq da tələffüz olunacaq. Əgər ümid sözündən sonra, məsəl üçün, ümid pəncərəsi deyə bir söz birləşməsi olsaydı, bu halda birinci tərəf T ilə tələffüz olunacaqdır. Çünki D-dan sonra samit gəlmiş olacaqdır. Amma bu halda D samitindən sonra I saiti gəldiyi üçün olduğu kimi də oxunur. Deməli, birinci sualın cavabı E variantı. İkinci suala baxaq. Sualda deyir ki, məntiqi ardıcılığı tamamlayın. Güppultu, 8, hətta və dördüncü sözü soruşur. Sualda şərtində nəyi biz müşahidə edirik? Deməli, sözün ortasında qoşa samit birləşmələri vardır. Amma cavablarda da qoşa samit birləşmələri vardır. Bəs uyğun olan hansı samit birləşməsidir? Sözün ortasında qoşa P, qoşa K, qoşa T ilə yazılan sözlərdə ikinci samit cingiltili qarşılığı ilə tələffüz olunur. Məsəl üçün, 8 sözü. Səkkiz deyə tələffüz olunur. Görürsünüz, K, G-yə çevrilir ikinci G. Eyni qaydada güppultu, bax, B ilə tələffüz olunacaq. Hətta D ilə tələffüz olunacaq. Deməli, bunların ortaq özəlliyi odur ki, sözün ortasında gəldikdə birinci samit olduğu kimi qalır, ikincisi isə cingiltili qarşılığı kimi ifadə olunur. Variantlara baxaq. Məsəl üçün, taqqıltı sözü necə tələffüz olunur? Taqqıltı. Uyğundur bizim nümunəmizə. Bizim nümunəmizə dedi ki, ikinci dəyişir. Burada birinci samit öz kar qarşılığı kimi ifadə olunub. Deməli, cavab doğrudur. Bənna sözü. Bənna sözündə ümumiyyətlə samitlərdə dəyişiklik və yaxud da düşmə halı baş vermir, olduğu kimi qalır. Riyaziyyat sözündə, riyaziyyat sözü sonu i-yə, i-yyat şəkillərlə bitən sözlərdə y-nın biri düşür. Bu da bizim məntiqi ardıcıllığımıza uyğun deyil. Amma əlbəttə sözündə yenə qoşa T olduğu üçün ikinci T D-yə çevrilir. Deməli, doğru cavab D bəndidir. E variantında da yeni şəffaf olduğu kimi yazılır. 2F sözün ortasına gələrsə, olduğu kimi tələffüz olunur. Üçüncü suala keçək. Üçüncü sualda deyir ki, yazılışı və deyilişi fərqlənməyən sözü seçin. Variantlara bir-bir baxaq. Deməli, təşkilat sözü. Bax, dərs videosunda demişdik ki, sözün ortasında gələn iki kar sait
sözlərdən biri cingiltili kimi tələffüz olunur. Təşkilat necə yazılacaq? Təşkilat. Bax, buradakı K G-yə çevriləcək. Deməli, fərqlənir. A variantını doğru kimi qəbul edə bilmərik. Dosyana necə yazılacaq? Dosyana sözündə S-T samitləri yan-bayan işlənərsə, bax, bu T düşür. Necə tələffüz olunacaq? Dosyana. Deməli, B də doğru cavab deyil. C variantına baxaq. C variantında sənətkar. Görürsünüz, sözün ortasında yenə iki kar samit işlənib. Ancaq belə bir qayda var. Dərs videosunda da izah etmişəm bunu. Kar keş şəkilçiləri söz kökünə qoşularsa, o halda sözdə yazılış və deyiliş arasında fərq olmur. Deməli, necə olacaq? Sənətkar deyildiyi kimdə yazılacaq? Doğru cavab C variantıdır. D variantına baxaq. Günbəz sözündə N-B samitləri yan-bayan gələrsə, o halda M-B kimi tələffüz olunur. Necə tələffüz olunacaq? Günbəz M-B kimi tələffüz olunacaq. Deməli, D də doğru deyil. Məxfi sözündə yenə iki kar samit yanaşı gəlib, ikinci cingiltili tələffüz olunacaq. Məxvi. Doğru variant C variantıdır. Dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, cümlədə yazılışı ilə deyişi fərqlənməyən sözə aid olan bəndi seçin. Cümlə nədir? Möhtərəm qonaqlarına ehtiram göstərdi. Əvvəlcə deyilişi ilə və yazılışı fərqlənməyən sözü aid etmək lazımdır ki, biz doğru cavabı müəyyənləşdirək. Bax, möhtərəm sözü necə yazılır? Bunu da yenə videoda izahını vermişəm mən. Bax, möhtərəm. Sözün ortasında H və T samitinin yanaşı gəldiyi iki hal var. Bu hallardan birində H samit olduğu kimi qalır, D kimi oxunur, T cingiltili qarşılığına çevrilir, D kimi oxunur. Bu adətən M ilə başlayan möhtəşəm, möhtərəm sözlərində dəyişiklik olur. Deməli, axtardığımız söz möhtərəm deyil, çünki bizə fərqlənməyən soruşur. Qonaqlarına necə yazılır? Qonaqlarına sözü qonaqlarına kimi yazılır. Çünki sözün sonu q ilə bitir və milli mənşəli sözdür. Samitlə başlayan şəkil çıxardıqda q samiti x-ya çevrilir. Deməli, bu qayda necə idi? Olduğu kimi qalırsa, müstəqil işlənirsə, məsələn, qonaq sözü heç bir şəkilsiz işlənirsə, yenə x-ya çevrilir. Samitlə başlanan şəkil çıxartılırsa, yenə x-ya çevrilir. Amma saitlə başlayan şəkil çıxartırsaydı, tutaq ki, burada qonaqlarına yox, qonağına olsaydı, q kimi tələffüz olunacaqdı. Həm də q kimi də yazılışda qeyd olunacaqdı. Deməli, axtardığımız qonaq sözdə deyil, qonaqlarına sözdə deyil. Üçüncü sözə baxaq. Ehtiram necə qeyd olunur? Yazılır tələffüzdə, daha doğrusu tələffüz olunur. Ehtiram. Bax, görürsünüz, yenə h və t samitləri sözün ortasına gəlib. Ehtiram sözündə t d-ya çevrilmir. Ehtimal, ehtişam, ehtiram bu sözlər yazıldığı kimi də tələffüz olunur. Möhtərəm, möhtəşəm sözündəki h-t birləşməsi kimi d-ya çevrilmir. Deməli, axtardığımız söz ehtiram sözüdür. Göstərdi sözdə göstərdi kimi tələffüz olunur. O da doğru deyil. Variantlara baxaq. Variantlarda qeyd olunmuş ki, sözdə ancaq incə saitlər işlənib. Ehtiram sözündə a qalın saitdir. Deməli, variant səhvdir. Sözdə ancaq qalın saitlər işlənib. İ saiti incədir. Doğru deyil. 5 samit, 3 sait səsdən ibarətdir. H, t, r, m. Deməli, 4 samit var. Doğru deyil. Sözdə 3 cinciltili, 2 kar samit işlənib. Baxaq cinciltilərə. M cinciltili, r cinciltili. Başqa cinciltili var. Yoxdur. Qalanları kardır. Deməli, variant doğru deyil. Söz saitlə başlayır, samitlə bitir. Doğrudur, bəli. E sait ilə başlayır, m samitlə bitir. Deməli, doğru cavab E variantı. 5-ci suala baxaq. Deməli, 5-ci sualı orta asan tipdə tərtib etmişəm. Bu sualın görüntüsü biraz çaşdıra bilər sizi, amma əslində çox da çətin sual deyil. Baxaq suala. Deməli, hansı sözün tələffüzünün tərsinə yazsaq və kar samiti cingiltili samitə kar qarşılığı ilə əvəz etsək, bu hərf birləşməsi yaranar. Göstərilən hərf birləşməsi də budur. Saitlərin yeri fərqlidir.
Yəni saitlər fərqlənə bilər yeri. Əsas samitlərdir. Biz bu sualı həll etmək üçün əvvəlcə sözün hər bir samitin altından çar qarşılığını və ya da cingiltili qarşılığını yazaq. D cingiltili samitdir. Çar qarşılığı T. İh samiti. Cingiltili qarşılığı Y. Z çar samitdir. Cingiltilisi S. Eyni qaydada Z'lər S-yə çevrilir. H-nın isə cingiltili qarşılığı olmadığı üçün olduğu kimi qalır. İndi burada qeyd olunub baxın. Tərsinə yazsaq. İndi həmin samitləri doğru olaraq yazaq. H, S, 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 Y, T. İndi variantlara baxaq görək hansı uyğundur. Burada qeyd olunub ki, saitlərin yeri fərqlidir. Yəni ona görə saitlərə toxunmuruq. Birinci xüsusiyyət sözünə baxaq. X samiti görürsüz, yoxdur. İkinciyə baxaq. Həssasiyyət sözünə. H, S, S, yenə S. Bir də iyyət şəkilçisi xatırlayırsınızsa videoda demişdim. İyyət şəkilçisi əlavə olunursa y-nın biri düşür. Y və T. Deməli doğru cavab həssasiyyətdir. Digərlərinə baxaq. M samiti yoxdur. M samiti. Burada B samiti yoxdur. Yenə B samiti yoxdur. Deməli doğru cavab həssasiyyət. Əslində çox da çətin sual deyil. Sadəcə olaraq görünüşü biraz belə deyək də qorxuducudur, amma çətinlik yoxdur. Sualın içərisinə girib həll etməyə çalışmaq lazımdır bütün sualları. 6-cı suala baxaq. 6-cı sualda deyir ki, tələffüzü verilmiş söz birləşmələrinin ikinci tərəfinə hansı sözləri ardıcıllıqla artırmaq olar? Bax, ürək sözüdür hər iki variantda və birində ih kimi tərcümə olunub, xışdırıqla qeyd olunur həmin səs. İkincidə y səsi ilə. Hansı sözü artırsaq ih, hansını artırsaq y kimi tələffüz olunur. Biz yadınızdadırsa, dərs videosunda demişdik ki, bax, sonu k ilə bitən, milli mənşəli və yaxud alınma mənşəli bəzi sözlərin sonuna saitlə başlayan şəkilçi və ya söz artırdıqda y kimi tələffüz olunur. Məsəl üçün, bax, ürək əsməsi. Ürək əsməsi demirik ki, ürək əsməsi və yaxud da ki, ürəyin. Deməli, saitlə başlananda y-yə çevrilir. Sait. İh səsini vermək üçünsə samitlə başlayan söz və şəkilçi artırmalıyıq. Deməli, birinci tərəfə samitlə, ikinci tərəfə saitlə başlayan söz və ya şəkilçi artırılmalıdır. Variantlara baxaq. Birinci tərəfdəki saitdir, doğru deyil. Samit doğrudur, samit yanlışdır. İkinci tərəf sait olmalıdır. C variantına baxaq. Samit doğrudur, sait doğrudur. Doğru cavab C variantıdır. Deməli, D variantında yenə samit gəlir. E variantında sait doğru deyil. C variantı doğru cavabımızdır. İndi isə 7-ci suala baxaq. 7-ci suala deyir ki, hansı sözdə K samitinin cingiltili qarşılığı G samitinin kar qarşılığı kimi oxunur? Biraz çaşdırıcı şərtdir, ancaq əslində o qədər də çətin sual deyil. K səsinin cingiltili qarşılığı hansıdır? G. Bəs G-nin kar qarşılığı hansıdır? X. İndi nə demək istəyir? Q səsi X kimi tələffüz olunur. Yəni şərt buna gətirib çıxarır. Sadəcə diqqətli oxuyub, şərtdən qorxmaq lazım deyil. Diqqətli oxuyub, məntiqi cəhətdən başa düşmək lazım ki, sizdən nə istəyir. Deməli, A variantına baxaq. A variantında ləçəkdən sözüdür. Bu xışdırıq kimi. İh kimi oxunur. Ləçəkdən. Heç burada Q hərfi yoxdur. Ümumiyyətlə, Q samiti yoxdur. Doğru cavab deyil. Mexanikə. Yenə Q yoxdur. K-dir. Bu da doğru deyil. B variant doğru deyil. Qonağa doğru deyil. Yarpaqdan. Bax, bu söz. Yarpaqdan deyə X kimi tələffüz olunur. Doğru cavabımız D-dir. Deməli, sonu Q ilə bitən sözlərə samitlə başlayan şəkilçi artırdıqda X kimi tələffüz olunur. Və yaxud da ki, samitlə başlayan söz artırsaz belə yenə X kimi tələffüz olunacaq. Tutaq ki, yarpaq yığımı, məsəl üçün söz birləşməsində yenə samitlə başlayan söz artırıldığı üçün X kimi tələffüz olunacaq. Deməli, doğru cavabımız olacaq D. Son varianta baxaq. Şərikimiz sözü. Şərikimiz sözü alınma mənşəli sözdür. Ərəb fars dilindən bizə keçib.
Bu cür sözlərdə k samiti saytla başlanan şəkilçisi artırsaq belə y-ya çevrilmir. Məsəl üçün ləçək sözündə saytla başlayan şəkilçisi artırsaydıq, ləçəyin məsəl üçün in artıranda həm yazılış, həm də deyiliş y-ya çevrilir. Amma şərik sözü alınma mənşəli sözdür. Bu halda şəriyimiz deyə tələffüz olunmur. Şərikimiz necə varsa yazılır və tələffüz olunur. K ilə yazılır, K ilə də tələffüz olunur. 8-ci suala baxaq. Səkkizinci suala deyir ki, hansı sözdə hərf və səslərin sayı bərabər deyil? Baxaq, bərabər deyil deyir, yəni deyil dediyi üçün deməli fərqli olmalıdır. Eqoist hissəsinə dost, düşmən, ehtişamlı, qənaət, ayaqqabı. Burada ən çətin söz bax bu eqoist hissəsinin sözüdür. Burada iki qayda var. Birinci, eqoistcəsinə. Deməli qayda nədir? O i birləşməsi olduğu üçün arasına y samiti əlavə olunur. Burada st birləşməsi olduğu üçün t düşür, t olmur. Deməli bir səs artırıldı, bir səs də düşdü. Yenə bərabər oldu. Sayaq indi. Təmizləyək sözün üstündəki yazını. Deməli 2, 4, 6, 8, 10, 12 hərf, 2, 4, 6, 8, 10, 12 səs. Deməli eqoist hissəsinə doğru cavab deyil. İkinci varianta baxaq. Dost, düşmən. Dost, düşmən. Yenə s-t birləşməsi sözün ortasında gəlib. Bu halda qaydada nə demişdik? S-dan sonra t işlənirsə t düşür. Deməli dost, düşmən kimi tələffüz olunacaq. Burada səs və hərflərin sayına baxaq. Hərflər 2, 4, 6, 8, 10. Səslər 2, 4, 6, 8, 9. Deməli doğru cavab B variantıdır. C variantına baxaq. Ehtişamlı. Ehtişamlı sözü olduğu kimi də yazılır. Burada heç bir hərf düşməsi və hərf artırılması yoxdur. H-t birləşməsi də olduğu kimi oxunur. H-t birləşməsində t-dıya çevrilir. Qənaət sözündə uzanan A samiti var, amma A-ə birləşməsinin arasında y samiti artırılmadığı üçün olduğu kimi də oxunur və səs uzanması sözdə hərf və səs tərkibində dəyişiklik yaratmadığı üçün D variantında da səslərin və hərflərin sayı bərabərdir. Ayaqqabı sözü. Bayaq demişdik ki, sözün ortasında 2 q gəldikdə biri k, biri q kimi oxunur. Amma ayaqqabı sözündə istisna var. Ayaqqabı sözündə x, q kimi oxunur. Amma burada keyfiyyət dəyişməsi sayılır. Səs və hərflərin sayında dəyişiklik olmadığı üçün, yəni kəmiyyət fərq olmadığı üçün Y variantı da doğru deyil. Doğru cavab B variantı. 9-cu suala baxaq. 9-cu suala deyir ki, hansı cərgədə olan sözlərdə bir hərf 4 müxtəlif səs ifadə edir? Ümumiyyətlə 4 müxtəlif səsi ifadə edən 2 hərf var. Bunlar G hərfi və K hərfidir. İndi baxaq sözlərdə, variantlarda görə bu hərflərdən hansı işlənmişdir. A variantında texnikdə K hərfi işlənib. İndi baxaq hansı səsləri ifadə edir. Texnikdə alınma mənşəli, Rus-Avropa mənşəli söz olduğu üçün K səsini verir. Kələmdə K səsi var. Kiyev K səsi var. Deməli, bu variantda olan sözlərdə cəmi K hərfi 2 səsi ifadə edir. B variantına baxaq. Q hərfi var B variantında. Q hərfi burada hansı səslər ifadə edir? Soraqca. Deməli, birincidə X, ikincidə maraqlı, yenə də X, üçüncüdə qutaba. Sözün əvvəlində gəldiyi üçün yenə Q kimi oxunur. Yenə də 2 səs ifadə edir. Üçüncüyə baxaq. Üçüncüdə yenə K hərfi var. Hansı səslər ifadə edir? Birincidə K, komendant, ikincidə kino, K, üçüncüdə şərikimiz, yenə K səsini ifadə edir. Deməli, burada da 2 səsi ifadə etdiyi üçün doğru deyil. D variantına baxaq. D variantında 8, apteka və çörək sözləri qeyd olunub. Yenə K hərfidir. Birincidə, deməli, 8 sözü necə yazılır? Sək, giz. İkincisi cingiltili qarşılığına çevrilir K-nin. Deməli, bir sözdə 2 səs var. Həm K, həm G. İkinciyə baxaq. Apteka. Apteka sözündə K kimi
tələffüz olunur. Bir də çörək. Çörək sözü müstəqil işləndikdə və yazaq qeyd edək. Çörək. Müstəqil işləndikdə xışdırıq kimi tələffüz olunur. Yəni xışdırıq hansı səsi verir? İ hissəsini. Çörək. Və bir də samitlə başlayan şəkilçi və söz artırıqda. Məsəl üçün çörəkdən. Kimi tələffüz olunur. Deməli, burada bir hərf 4 müxtəlif səsi ifadə edir. Doğru cavab D variantıdır. E variantında isə G və K hərfləri baxırıq. Yoxdur. Ona görə də doğru deyil E variantı. D variantını doğru cavab kimi qəbul edə bilərik. 10 suala deyir ki, məntiqi ardıcıllığı tamamlayın. Baxırıq, bulud, taxta, qonaq, xəstə, üfüq, kvadrat. Tutaq ki, biz bu fonetika bölməsi deyil. Ümumi testə getmişsiniz, orada leksikada var və yaxud da başqa bir məsələ. Baxırsınız ki, bu leksikaya aidiyyəti yoxdur da bunun. Bulud, taxta hansı məna verə bilər ki? Bulud və taxtanın hansı mənası ola bilər? Heç bir mənası. Qonaq, xəstə mənası yoxdur. Üfüq, kvadrat mənası yoxdur. Deməli, buna fonetik cəhətdən yaxınlaşmaq lazımdır. İndi baxaq. Bulud sözündə sözün sonu D ilə bitir və yazılışda necə yazılacaq? Bulud. Bulud. D samiti T-yə çevrilir. Taxta sözü nə ilə başlayır? T ilə. Deməli, birincinin bitmə samiti ikincinin başlanğıc samitidir. Qonaq sözü necə yazılır? Qonaq. Sonu X ilə bitir. Müstəqil yazıldığı üçün. Xəstə sözü X ilə başlayır. Üfüq sonu K samiti ilə bitir və kvadrat K ilə başlayır. Deməli, məntiq odur ki, bitmə və başlanğıc samitlərini tapmaq lazımdır. Sakit sözündə T ilə bitir, D ilə başlayır. Deməli, doğru deyil. İstiqlal bitir, laləzar. Bu doğru cavab B variantıdır. Deməli, L ilə bitir, L ilə başlayır. C variantına baxaq. Güvənlik K ilə bitir. Komandir K ilə başlayır. K və K fərqli səslər ifadə edir. Bu birinci K və ikinci K-yə baxaq. Birinci güvənlik sözündəki K tələffüzdə K kimi, komandir, yəni komandir yazılır, K kimi tələffüz olunur. Bunlar eyni deyil. Bunlar fərqli samit səslərdir. Ləçək sözü müstəqil işləndiyi üçün xışdırıq kimi tələffüz olunur. Ləçək. Yəni İ səsi ilə tələffüz olunur. Ləçək. Əgər saitlə başlayan şəkil artırsaydıq, Y kimi tələffüz olunub, Y kimi də yazılacaqdı. Məsəl üçün, ləçəyin. Deməli, K səsi İ səsini verdiyi üçün burada Y da doğru deyil, eyni səslər deyil. Ehtiram, nüşabə, M və N samitləri fərqlidir. Deməli, doğru cavabımız B variantı. Bu 10 testdən bu qədər. Fonetika bölməsində çox az bir mövzumuz qaldı. Bunlara ahəng qanunu, sözün sətirdən sətrə keçirilməsi, heca, vurğu bu bölmələr qalıb. Bir də orfoqrafiya, orfoepiya qaydaları var. Qeyd etdiyim kimi bütün mövzuların izahını hazırlayıb yerləşdirəcəm bu kanala. Qulaq asa biləcəksiniz və test tapşırıqlarını həll edə biləcəksiniz. Bu test tapşırığını da əgər istəyirsinizsə məndən 099 888 59 99 nömrəsinə fonetika samitləri yazın göndərin. Bu PDF-i də sizə göndərə bilərəm. Kanala abunə olun, videoları bəyənin ki, daha çox şəxsin qarşısına çıxsın və onlar da yararlana bilsinlər. Bu qədər. Hələlik.